Ötən həftə İranda mövcud hakimiyyətin və onun rəhbərinin ünvanına vaxtaşırı kəskin tənqidlər səsləndirən Ayətullah Məhəmməd Cavad Mühəqqiq Yezdi barəsində ruhanilər üçün xüsusi məhkəmədə aparılan araşdırma başa çatıb və o, çıxarılan hökmün icra olunmasından ötürü həbsxanaya çağırılıb. Məşhur mərcə-i təqlid Mirzə Cavad Təbrizinin tələbələrindən olan və Qumda müdərris, tədqiqatçı və vaiz kimi fəaliyyət göstərən Ayətullah Yezdi bu barədə özü məlumat verib. O, aprelin 9-da şəxsi Telegram kanalında izləyicilərinə müraciətlə yazıb. Möminlərin dönə-dönə verdikləri sualın cavabında bildirirəm. Bir neçə gün əvvəl Qum Xüsusi Məhkəməsinin 5-ci şöbəsindən mənimlə əlaqə saxlayıb bildiriblər ki, sizin mühakimə edilməyinizlə bağlı ilkin hökmlər olduğu kimi təsdiqlənib və qətiləşib. İşi hökmlərin icrasına yönəldəcəyik. Onlar da sizinlə əlaqə saxlayacaqlar. Bugün həmin nömrədən mənə zəng vurub dedilər ki, hökmləri icra edirik. Sabah saat 9-da burada olun. Ona görə həbs cəzasını çəkmək üçün əziz izləyicilərin xidmətindən mürəxxəs oluram və hamını Allaha tapşırıram. Məlumat üçün mənə verilən ittihamları və çıxarılan hökmləri qeyd edirəm. İsraili dəstəkləmək ittihamı ilə 4 il həbs, mövcud quruluş əleyhinə təbliğat ittihamı ilə 1 il həbs, cənablar Xomeyni və Xameneyni təhqir etmək ittihamı ilə 2 il həbs. Eyni zamanda məni ruhani libası geymək hüququndan həmişəlik məhrum ediblər. Buradan aydın olur ki, məşhur ruhani ümumilikdə 7 il həbs cəzasına məhkum edilib. Qeyd edək ki, Ayətullah Mühəqqiq Yezdi ötən ilin oktyabrında Fələstin hadisələri və İran rəhbərinin müqavimət çağırışları barədə sosial mediada geniş əks-səda doğuran və ən çox izlənən görüntülər sırasında yer alan tənqidi çıxışlarına görə həbs olunmuşdu. Lakin bir müddət sonra istintaq başa çatana qədər azadlığa buraxılmışdı. Həmin vaxt İranda radikal mühafizəkar dairələri təmsil edən Əmmar Qərargahı adlı təşkilatın kanalı belə yazmışdı. Son günlər Mühəqqiq Yezdinin çıxışının video görüntülərinin yayımlanması əks-inqilabçı və düşmən media orqanları tərəfindən məmnunluqla qarşılanıb. Eyni zamanda inqilabçı Qum əhalisinin tənqid və etirazlarına səbəb olub. Mühəqqiq Yezdi yayılan videolarını bir yerində Seyid Həsən Nəsrullahı açıq-aşkar təhqir edərək Həsənek adlandırıb. Sözü gedən çıxışında Ayətullah Yezdi Hizbullah lideri Həsən Nəsrullahı nə etdiyini bilməməkdə suçlayaraq demişdi. Onun və ona pul verənlərin boynunda çox qanlar vardır. Lakin İran hakimiyyətini ən çox qəzəbləndirən və son nəticədə ruhaniyə qarşı İsrailə dəstək ittihamının irəli sürülməsinə gətirib çıxaran məsələ onun 2023-cü il 7 oktyabr hadisəsinə münasibəti olub. Qəzzədəki kütləvi qırğınlara səbəb olan həmin hadisə barədə Mühəqqiq Yezdi deyib, saxta bir rejim yaranıb və müəyyən sayda yəhudini bir əraziyə toplayıb. Yaxşı, hər halda gətirib. İndi məni evimdən qovublar deyə mənası yoxdur ki, mən gedib bunlardan 4-ünü öldürüm. Bunlar da vurub 300 müsəlmanı öldürsünlər. Vallah, onlar haram bir iş gördülər. Ayətullah Yezdi həmçinin İran rəsmilərinə xitab edərək deyib ki, xalqa müqavimət çağırışı etməkdənsə öz övladlarını döyüş cəbhəsinə göndərsinlər. Ruhani konkret bir şəxsin adını çəkməsə də bir məmur haqqında belə söyləyib. Filankəs müharibəyə gedin deyir. Mən bilirəm ki, onun 2 arvadı var, oğulları da hərəsi bir yerdə rəisdir. Niyə öz uşaqlarını göndərmir? Onları göndərsin. O geniş yayılmış digər çıxışında kinayə ilə bir mollanın dilindən deyib. Molla danışırdı ki, şəhərin müctəhidi fətva verərək müdafiəyə qalxın deyib. Molla da söyləyib ki, o və 4 oğlu nə vaxt getsə, mən də gedəcəm. Əgər müdafiədirsə və vacibdirsə, hər kəsə vacibdir. Əvvəlcə özün və övladların getsin. Özün yaşlısansa, oğullarını göndər. Cavandılar. İran cəmiyyətində ümumi qənaət belədir ki, bu sözlər ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyiyə ünvanlanıb. Çünki onun da 4 oğlu var. Mühəqqiq Yezdinin
rəhbərinin sonrakı sözləri də bu qənaəti gücləndirib. Ağa yola düşsün, mən də arxasınca gedərəm. And olsun ki, lap Ağ evə qədər də getsə, ardınca gedərəm. Ancaq Tehranda oturub şəhidlik arzusu ilə keçirilən əməliyyatdan danışa bilməzsiniz. Amma ötən il İranın ali rəhbərinə yaxın müctəhidlərdən olan Tehran şəhərinin imam cüməsi Kazım Sədiqinin korrupsiya qalmaqalı ilə bağlı çıxışında Ayətullah Yəzdi açıq şəkildə Xameneyini hədəfə alaraq deyib: "Mənim bununla işim yoxdur, işim hökmranladır. Əgər görmürsənsə və xəbərin yoxdursa, yığış get. Əsas müqəssir şəxsən bu ağadır." İran ali rəhbərinə yönəlik davamlı və sərt tənqidlərinə görə bir çoxları mühəqqiq Yəzdinin həbsini Xameneyinin onunla haqq hesab çəkmək cəhdi kimi dəyərləndiriblər. Təsadüfi deyil ki, onun barəsində çıxarılan hökmlərdən biri güya Xameneyinin təhqir olunması ilə əlaqədardır. Bununla bağlı mühəqqiq Yəzdinin həbsindən bir gün əvvəl özünün Telegram kanalında etdiyi paylaşım diqqətə layiqdir. Oxuyaq, düşünək, ibrət götürək başlıqlı həmin paylaşımda nüfuzlu din xadimi Ayətullah Sistaninin 5 il öncə İraq məhkəməsinə ünvanladığı məktubun foto surəti verilib. Məktubda Sistani xahiş edir ki, onu təhqir etdiyinə görə 2 il həbs cəzası almış şəxs azad olunsun. Ayətullah Sistani kiminsə onun barəsində yazdığı təhqiramiz ifadələrə görə cəzalandırılmasına qətiyyən razı deyil, deyə məktubda bildirilib. Paylaşımın sonunda mühəqqiq Yəzdi yazıb: "Kaş bütün müsəlman ölkələrinin rəhbərləri bundan öyrənəydilər. Özünü İslam hakimiyyəti adlandıran rejimin özbaşınalıqları ilə barışmayan ruhaninin hazırki durumunda bu mesajı konkret kimə ünvanladığı özlüyündə aydındır. Amma reallıq budur ki, İrandakı rejim və onun rəhbəri öyrənmək və ibrət götürmək yolunu deyil, fərqli və tənqidi düşüncəni boğmaq, müxaliflərin ağzını yummaq yolunu seçib. Və bu yolda nəinki ictimai, siyasi və mədəni fəalları, hətta rejimin imtiyazlı təbəqəsi sayılan ruhaniləri də susturmaq üçün bütün mümkün vasitələrə əl atmaqdan çəkinmir."